Allah səni rəhmət eləsin ay gülüş nənə. Rəhmətli qağam qədri bilmədiyə 9 dənə uşaq çıxartmışdı arvad. And olsun Əbəlfəzə paltarı da əlindən yuvardı. Buğda biçərdi. İndikilər deyirlər köhnə fikirli qədim adamları bəyənməyirlər. Arvad mıqq eləməydi. Bax 2 dənə belənciyi aldım. Zay elədilər paltarı yuvan. İndi Samsung alıblar. Nəm 900 manatdır. Neçəyədir bilmirəm ondan. Ey rəhmətli nənəm paltar yuvan nə idi? Qardaş başına dönüm sənin. Arvad 9 dənə uşağı yer beyer eləydi. Ondan sonra canım sənə desin paltarı yuyaydı. O köhnə adamlar bilər, mənim sözümə haqq verərlər. Oraqla buğda biçəydi. Hələ gecə də qağam deyilə belə kişi deyir, 70-75 yaşı var idi. Deyir, şuna spalışqoy bezbən elə. Hələ arvad ocurluqla kişiyə qayıtməzdi. Qayının görəndə ağzında şalı olardı. Urfişin atası deyildi, rəhmətli qağam özü deyildi. Şuna nəsə, adın deməzdi, bin bərəkət var idi. Rəhmətli nənənin bir tumanı var idi, altına 7 nəfər yığılardı. Əbəlfəz haqqı çəkəydi ürəyinə qədər arvad. Mariananın göz yaşları, corab var idi, ondan geyinəydi. Müasirlik deyə mənim ağzıma itin poxun qoyduz oturdunuz. Bu da müasirlik. İndi hərədə bir dənədir. Qardaş yox, paltar yuvanmar yox, çörək bişirənmər. Nənəm rəhmətli təndirə çörək yapardı, qolum uzun xana. Fıttığın da ataydı, elinə qoydu şap-şap oraya. Ədəb, bu müasirlik nəsə yaxşı şey deyildi. İndikilər özü yaxşı şey tabi. Paltaryanımız olsun, kondisionerimiz olsun, lavzerimiz olsun. Nə lavzerə də? Nənəmdə rapir idi, gözümlə görmüşdüm. Əbəlfəz haqqı bir paskal idi, 2 il bəs eləydi. İndikilər deyə, nəysə, mənim bağrım çatdı da çox danışmayacağım. Bayramımızı təbrik eləyəm, gələn günləriniz xeyirli olsun.